66 ton 579 litr şərab tutumu ilə Guinnessin rekordlar kitabına düşmüş dünyanın ən böyük taxta şərab çəlləyinin Qəbələdə olduğundan yəqin ki, çoxlarınızın xəbəri yoxdur. Bura Aspi Wainerinin bir neçə ay əvvəl istifadəyə verilmiş yeni şərab muzeyi kompleksidir. Muzey ən müasir vizual texnologiyalarla təchiz olunmuşdur. İnteraktiv lövhələr vasitəsilə şərabçılığın Qafqazdan Avropaya doğru miqrasiya arealı, Azərbaycanda qurulmuş ilk şərab zavodu, Sovet dövründə şərabçılığın inkişafı və Savalan şərab zavodunun bu günə qədərki inkişaf dövrü ilə tanış ola bilərsiniz. Burada həmçinin Qəbələnin ən qədim şərabçılıq ənənələrinə malik olduğunu sübut edən arxeoloji qazıntılardan tapılmış eksponatlar da nümayiş olunur və süni intellekt dəstəkli bu sistem sizə ağız dadınıza uyğun şərab seçməkdə kömək edir. Daha sonra isə bu mistik auralı dəhlizdən keçərək gəlirik dünyanın ən böyük taxta şərab çəlləyinin saxlanıldığı salona. Burada da əvvəlcə nəhəng monitorlarda çəlləyin qurulmasını əks etdirən qısa metrajlı sənədli filmi izləyirik və gözlənilən ən həyəcanlı an gəlib çatır, pərdə qalxır, dünyanın ən böyük taxta şərab çəlləyini görürük. Guinness Rekordlar kitabının təqdim etdiyi sertifikat da çəlləyin yanında nümayiş olunur. Daha sonra isə Guinness münsiflər heyətinin çəlləyin dolumuna sayğazla nəzarət prosesi və zavad rəhbərliyinə Guinness Rekordlar kitabı sertifikatının təqdim olunduğu qısa metrajlı filmi izləyərək qalxırıq ikinci mərtəbədəki restorana. Həm də çəlləyi yuxarıdan görə biləcəyiniz yüksək zövqlə dizayn olunmuş restoranla da tanış olub gəlirik mağazaya. Mağazadan isə ancaq Savalan məhsullarını yox, həm də yerli sənətkarların əl işlərini və digər suvenirlər də ala bilərsiniz. Burada isə kompleksin degustasiya zalı yerləşir. Burada Savalan şərablarının təqdimatı və degustasiyaları yüksək səviyyədə təşkil olunur. Daha sonra isə 25 may Dünya Şərab Günü ərəfəsində hazırladığımız videonu daha da yadda qalan etmək üçün Savalan şərablarının peşikar sommelier komandası restoranımıza qonaq gəlir. 25 may Dünya Şərab Günü əsasən restoranlar, şərab istehsalçıları və şərab sevərlər tərəfindən qeyd olunur. Burada məqsəd şərabın tarixini və mədəni dəyərini qorumaqdır. Savalanın peşikar sommelier komandası bizə bir neçə Savalan şərablarını xüsusi təqdim etdi. Şərabı düzgün seçə bilmə qaydaları və bunun önəmi haqqında isə ətraflı məlumat verdilər. Müxtəlif şərabların yeməklərlə və onlara uyğun çərəzlərlə düzgün kombinasiya oluna bilməsi, şərab və yemək uyğunluğunun nə qədər vacib olması, ümumi şərab mədəniyyəti və düzgün servis qaydaları və şəraba dair bir çox mövzularda faydalı məlumatlar əldə etmiş olduq. Savalan şərabları ilə birgə yaşadığımız bu unudulmaz təcrübəni çəkib sizinlə paylaşmaqda məqsəd odur ki, bu unikal təcrübəni yaşamağın sizin üçün də ən az bizim qədər əlçatan olduğunu sizə düzgün çatdıra bilək. Növbəti həftələrdə təşkil etməyə planladığımız şərab axşamlarında iştirak etmək sizin üçün də maraqlıdırsa, bizimlə mütləq əlaqə saxlayın. Videonu isə Savalan sommelierlərinin möhtəşəm icadı ilə sonlandırırıq. Videoya bura qədər baxıb rəy yazmış hər kəs restoranımızda bu deserti ödənişsiz əldə edə biləcək.